Benim keçi bu elde uşağlığım, düzüyle dağıyla dolup yaddaşım. Vətənimlə xoş açılar sabahım, doğma diyar Qərbi Azərbaycanım. Dağında düzündə izimiz olur, bulaqlar meşələr bizdən danışır. Nəslimiz cəddimiz vətənsiz qalıb, doğma diyar Qərbi Azərbaycanım. Qoyun görsənib türkü oldular, her daşıma torpağıma hürdüler. Karış karış vətənimi böldüler. Doğma diyar Qərbi Azərbaycanım. Koyun görsənib türkü oldular, her daşıma torpağıma hürdüler. Karış karış vətənimi böldüler. Doğma diyar Qərbi Azərbaycanım. Bir gün qayıdarıq ana vətənə, elimin duası köməkdir bizə. Quşlar da sevinər dönməyimizə, doğma diyar Qərbi Azərbaycanım. Bir gün qayıdarıq ana vətənə, elimin duası köməkdir bizə. Quşlar da sevinər dönməyimizə, sənib türkü oldular, her daşıma torpağıma hürdüler. Karış karış vətənimi böldüler. Doğma diyar Qərbi Azərbaycanım. Koyun görsənib türkü oldular, her daşıma torpağıma hürdüler. Karış karış vətənimi böldüler. Doğma diyar Qərbi Azərbaycanım. Benim keçi bu elde uşağlığım, düzüyle dağıyla dolup yaddaşım. Neredesən? Keyfin əhvalı? Həsən ata neredesən? Nətərsən? Yox, indi onu hoş Selamünaleyküm. Hocam sen beni sen otur koyun. Ya, aşağı buldum. Agora tem que tirar a Sabe salda. Sabe salda. Sen kim olsan? Çok yaş az. 3 yıl, 14 yaşında 3 yıl kuzuya gitmişim. Sen ne istiyorsan? Həsən də robotasından çox getmiş. Hörmətli Qaraqaya icmasının üzvləri, hörmətli Qaraqayalılar, əziz qohumlar, əziz dostlar. Mən sizin hamınızı salamlayıram. Bugün gözəl bir gündür. Kəndimizin ağsaqqalı, kəndimizin böyüyü Ağa Kərim
dayımızın, mənə dayı düşür, mənim dayımdır. Hər bizimizə Kərim qaqa deyirdi. Yəni bizim o kənddə deyilən bir söz var idi. Bugün onun 86 yaşı tamam olur. Biz o münasibətlə bugün bura yığışmışıq. Ona arzularımızı, istəklərimizi bildirək. Təbii ki, Qaraqaya yaxında yaradılmış Qaraqaya icmasının idarə heyətinin qərarı ilə yəni bu tədbir baş tutub və biz hamımız bu gün buradayıq. İdarə heyətinin üzvləri, kənd icmasının üzvləri və kəndimizin ağsaqqalı. Bu yaşda olan kənddə insanlar, yəni bir neçə nəfərdilər. Onların biri də Kərim Əhmədovdur ki, bugün 86 yaşı var. Ona uzun ömür, can sağlığı arzuluyoruz. Arzu edirik ki, Allah ona o qədər ömür versin ki, biz doğma Qərbi Azərbaycana, doğma dərələzimizə qayıdaq və bir yerdə keçmiş günlərimizi, keçmişlərimizi, ata-babalarımızın dolaşdığı o kənddə dolaşaq, o kəndə baxaq, ata-babalarımızın qəbirlərini ziyarət edək. Bizim orada çox xatirələrimiz var. İndi bizim yaşımız hər halda Ağa Kərimin yaşına nisbətən biraz azdır. Amma onun o cavan vaxtı, gənc vaxtı, o necə deyərlər, o vuran tutan vaxtı orada olub, orada böyüyüb, orada boya başa çatıb və kənd haqqında, insanlar haqqında onun da öz fikirləri var, öz xatirələri var. Təbii ki, Ağa Kərim Əhmədovun bugün burada olması, 86 yaşına çatması həm də Əsmər xanımın ona göstərdiyi qayğının nəticəsidir ki, onlar yəni bugün bir yerdə, əvvəldən necə idilər, bugün də bir yerdə oturublar. Mən Ağa Kərim, sizi təbrik edirəm, uzun ömür, can sağlığı arzulayıram. Allah sizi həmişə belə necə varsınız, belə eləsin. 60 il. Biz sizi belə görəndə biz də qürurlanırıq, biz də düşünürük ki, bəli, insan yaşaya bilər, insan istəsə özünü qoruya bilər, sağlamlığına fikir verərək 86 yaşa qədər biraz da çox yaşaya bilər. Mən sizin 100 il yaşamağınızı arzulayıram. Təbii ki, bu bizim arzumuzdur, amma ömrü verən Allahdır. Bir daha sizi təbrik edirəm, uzun ömür, can sağlığı arzulayıram, ad gününüz mübarək olsun. Və mən bugün bizim məclisdə burada Qaraqaya kəndindən olan insanlar iştirak edirlər. Bunlar da sizə öz ürək sözləri var, öz düşüncələri var, ola bilsin ki, kiminsə bir xatirəsi var. Bunun haqqında danışaq, həm də sizin üçün də xoş olsun. Və biz düşündük ki, sizi bugün ziyarət etməklə sizə bir ömür bağışlayaq. Biz sizi bir Qaraqayaya, bir doğma dərələzimizə qaytaraq. Bu münasibətlə biz bugün buradayıq. Mən istəyirəm ilk sözü Qərbi Azərbaycanın Qaraqaya kənd icmasının sədri Xudakərim Əhmədova verir. Buyur Xudakərim. Məhəmməd müəllim, hörmətli icmanın idarə heyətinin üzvləri, icma üzvləri, hamınız xoş gəlmisiniz, sizi xoş gördük. Sizi burada görmək mən üçün çox xoşdur. Atam üçün xoş olar, yəqin ki, anam üçün çox xoşdur. Yeni evimizdir, sizi bu yeni evimizdə qəbul eləmək bizə bir daha xoşdur. Atam haqqında çox xoş sözlər dediniz. Atam kəndimizin sayılan, seçilən igid oğlanlardan biri olubdur. İndi maşallah gəlib çatır. İgid oğlanlar 86 yaşa gəlib çata bilir də. Yoxsa hər adam bir şey deyil ki, gəlsin 86 yaşa çıxsın. Atam haqqında o qədər xatirələrimiz var, deməklə qutarmaz. Amma birini deyim, balacaydıq, bir də 2-də oxuyurduq. Atam da Malkovoz sürürdü. Qasımov Əlin oğlu Eldarla, xaloğlu ilə girdi maşının şeyinə, o süd yerinə. Süd yerinə bir beləcədə yer qoymuşuq, yayın içində oturmuşuq orada. Papam gəldi, gördüm tık-tık gəldi, şeyin ağzını bağladı. Störnanın ağzını bağladı. Qorxumuzdan da səsimizi çatmır ki, bizi nə var çırpacaq da. Gördüm, yox, vəziyyət o deyil, başladım qışqırmağa. Kişi elə düşəndə eşidib ki, səs gəlir də, zəif səs gəlir. Təkərin alta baxıb, ora baxıb, bura baxıb. Deyib ki, bir sternanı açım sən. Sternanı sonra görür ki, elə siçana oxşamış adam oturub orada. Əl atdı, birinci Eldarı tutdu. Nə tər Eldarı tulladısa, küllüyə tərəf. Eldar yerə dəyməklə purjun kimi. Qarşı. Onun dalınca da mənə elə atdı, aradan çıxdı.
İndi sonradan deyir ki, əl qaqama deyir, aparacaqdım, südü çəkəcəkdim. Boşanlar görəcəyim ki, orada da belə qalıblar. İndi belə şeylər də olur. Yəni xatirələrimiz daha çoxdur. Dədəmin oradakı xatirələri, buradakı xatirələri daha çoxdur. Əsas odur ki, bu günlər gəlib 86 yaşa çatıbdır. Şükür Allaha, nəvələri, övladları hamısı yaxşıdırlar. Hamımız atamızın bu günə gəlib çıxmaq üçün Allaha şükür edirik, dualar edirik. Siz də var olasınız ki, bu günləri bizim başımıza yığışmışsınız, ocağımıza yığışmışsınız. Buna görə sizə təşəkkür edirəm, var olasınız. Ata atadır. Amma bu gün biz bir kənd ağsaqqal kimisin. Təbii ki, ata heç nə əvəz eləmir, ata ilə atadır. Və mən bayaq qeyd etmədim, həm də biz bugün sizin ocağınıza, evinizə gəlmişik. Mübarək olsun. Sağ canla yaşayasınız, uşaqlarınıza xeyir iş eləyəsiniz. Və biz həmişə xoş günlərdə bu qapını açaq, qapının qonağı olaq. Bir də mübarək evinizdə. Və mən ikinci sözü kəndimizin yenə ağsaqqalı Saməddin müəllimə vermək istəyirəm. Saməddin müəllim mən həmişə qeyd edirəm və bugün də onu qeyd etmək istəyirəm ki, Saməddin müəllim bizim kənddə ilk ali təhsil alan bir insandır. O ali məktəbə girəndə mən o qədər sevinirdim ki, uşaqdım, yəni mən düşüncələrim var idi. Və Saməddin müəllim oxuyanda, yəni gedəndə rəhmətli Vəli dayı bizə gəlmişdi. Oturdular, dedilər, görürsünüz ki, atamla söhbət edirlər, müsahisə çörək yeyirdilər. Dedilər ki, bax görsən Saməddin girib və o kitablar oxuyurdu və onun həvəsinə düşərək ilk dəfə mən Bakıya Natəvan adına kitabxanaya oradan kitab sifariş verdim və 5 dənə kitabı poçt vasitəsi ilə aldım və o kişinin xatirinə, onun həvəsinə olsun. Saməddin müəllim, sizə də uzun ömür, can sağlığı arzu edirəm. Siz bizim üçün çox dəyərlisiniz, çox əzizsiniz. Bilirsiniz, bizim inkişafımız elmdədir. Bugün kimsə öz dini mənsubiyyətinə görə falan cürbəcür kim istər nə eləsə məşğul ola bilər. Amma nə eləsək də bizim inkişafımız elmdədir, təhsildədir və bizim də öz gənclərimizi, öz uşaqlarımızı elmə yönəltməliyik ki, bununla biz inkişaf eləyə bilək. Siz də bizim kəndin ilk elm dalınca gedən insanlarınız olduğunuz üçün siz bizim üçün çox əzizsiniz, çox dəyərlisiniz və nümunəsiniz. Buyurun, söz sizindir. Çox sağ olun. Təşəkkür edirəm ki, mənim barəmdə xoş sözlər dediniz. İlk növbədə Ağa Kərimi təbrik edirəm. Düzdür, Ağa Kərim demişəm. İndiyə qədər də həmin söz deyirəm. İndi bəzi o siz dediyiniz kimi qağa filan beyməkən. Yəni Ağa Kərim demişəm. Mənim xatirimdə o qalır ki, rəhmətli atamla onun çox yaxınlığı olub. Ona görə onu mən heç bir vaxt unuda bilmirəm. Ağa Kərim sizə uzun ömür, can sağlığı arzu edirəm. Allah Taala verən ömrü, Allah Taala verir ömrü. Allah verən ömrü xoş yaşayasınız. Bugün yığışmışıq övladının təzə evinə. Allah mübarək eləsin. Sağ candan otursunlar. Nəvələrin var. Allah Taala o günü sizə qismət eləsin ki, nəvələrinin xeyir işlərini görəsiniz. İnsan, belə deyim də, ürəyində arzular çoxdur. İnsanı elə yaşadan arzular da hər halda fikirləşirəm, o yaşda olmuş olsanız da arzularınız yaşınızdan böyükdür. Allah Taala o arzularınıza sizi çatdırsın. Digər cəhətdən qeyd olundu, kəndimizə qayıtmaq inşallah. Hamımızın istəyimiz, arzumuz odur. Gənclərimizə, cavanlarımıza da həmişə tövsiyə edirəm. Elə bayaq maşında gələndə deyirəm ki, uşaqlarla evdə söhbət edəndə belə söhbətləri, yerləri, nə bilim, bey məkanı danışıram, deyirəm. İnsanlar, yəni onlar uşaq olsalar da xatirlərində müəyyən şeylər qalır və istərdik ki, onlar o yerlərimizi unutmasınlar heç bir vaxt. Belə deyim də, Abbas Səhət deyir ki, vətən ata-babalarımızın mədfənidir. Övladımızın isə məskənidir. Bu vətəni sevmək hamımızın borcudur. Harda oluruq, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq,
vətən həsrəti bizi həmişə çəkirik. Buna görə də o vətən həsrəti ilə yaşayırıq. Allah Taala o günü bizə qismət eləsin. Ki biz öz doğma yurdumuza qayıdaq, gedək, gəzək, o uşaqlıq çağlarımızı, nə bilim, yeniyetməlik dövrlərimizi, keçirdiyimiz yerləri bir də gedək görək. Onu hamıya və gənclərimizə də arzu edirəm, qismət olsun. Yurtlarımıza qayıdacağıq. Qayıdacağıq yox, mütləq qayıdacağıq. Bu bizim dövlətimizin başçısının, dövlətimizin apardığı siyasətin, Qərbi Azərbaycan icmasının apardığı siyasətin nəticəsi olacaq inşallah. İnşallah. Və biz hamımız bir yerdə inşallah o yerlərə gedəcəyik və mütləq dediyiniz kimi öz gələcək nəsillərimizə, öz uşaqlarımıza bu barədə öz toponimlərimiz, öz kəndlərimiz, bağlarımız, bağatlarımız, daşımız, qayamız, bulaqlarımız haqqında mütləq məlumat verməliyik ki, o insanlar heç olmasa bunu yaddaşlarında həkk eləsinlər, saxlasınlar. Mən növbəti sözü Talıba vermək istəyirəm. Talib da bizim kəndimizin 70 yaşı var, o da ağsaqqal deyə bilərik. O da bir ağsaqqallardan biridir, ailə başçıdır, gözəl insandır və nəzərə alaq ki, həmin vaxtlar o cəmaat oradan çıxanda, o cəmaatın çıxmasında Talibin çox böyük zəhməti olub, əməyi olub və bunu hamı bilir, hamı da qiymətləndirir. Talib, sənə söz verirəm, sən də öz fikirlərini qonşu haqqında gərək görək nə danışırsan da, bu qonşu necə qonşu olub? Buyur. Mən də deyilən sağlıqlara qoşuluram. Bəli, bugün mən də Ağakərim qaqa demişəm. Da indi o premium benzin zapravka eləmişəm, dalınca bərk gəlirəm, 86-mı axlayacam səni. Da indi mən də Ağakərim deyirəm, ona görə məni üzürləyəsin. Həyatda mən sənə uzun ömür, can sağlıq arz edirəm. Arz edirəm Xuda Kərimin, o birisi nəvələrinin, hamısının xeyir işini görəsən. 100 yaşını qeyd eləyək. Xuda Kərim, evin də mübarək olsun. Çox mübarək. Balaların xeyir işində gələk. Ağakərim qaqam haqqında bir lətifədən mən söyləyim. Bir dəli çoxdur, amma söyləməklə qutarmaz. Cavan vaxtıdır. Biz də o vaxtı, nə bilim, olardı hərəmizin bir 12, 13 yaşı, 15 yaşı belə. Bizi yığırdı kəndin uşaqlarını düz biçənəyə. Gedirdik, qapı qururduq, futbol qapısı. Futbol oynayırdıq. Özü studiyalıq eləyirdik. Gah studiyalıq eləyirdik, gah oynayırdıq. Yəni, Ağakərim qaqa uşaq olub, kətdə böyüylə böyük olub. Mən belə başa düşürəm ki, o kətdə hamının o kişiyə böyük hörməti var idi. Nə qədər böyük olsa da məndən çox ona hörmət eləyən heç kim ola bilməzdi. Çünki mən onu elə bir böyüyüm kimi hesab eləyirdim. Həm də qapı qonşuyduk. Bizim qonşuluqdan da heç harda yox idi. Heç harda. Bir günlərin birində maşın gətiriblər, Qazaxıstandan maşınlar gəlib, bölüblər, birini də veriblər. Ağakərim qaqama. Bu da məni götürüb yanımda quru çıxam. Da məni o qədər mükəmməl öyrədib ki, da mükəmməl idarə eləyirəm da maşını. Verib yal yurtdan saman daşıyırıq. Dedi, get samanı daşı, amma safxozun tayalarına yox, gətir birinci sizin tavlaları doldur. Sonra gətirib bizim tavlaları doldurarız. İndi daşıyıb gətirib doldurmuşam tavlalara. Sultan da elə bilir ki, daşıyıb aparmışam safxozun tayasına. Gedir, baxır, tayada saman yoxdur. Gəl. Tutacı bundan bu da deyib, yer itil gedən, onların özünün zarafatı var idi. Yaxşı eləyib, mən demişəm o da eləyib. Yəni belə aramızda orada belə işlər olurdu. Yenə deyirəm, Ağakərim, ta ki qoy səni kimi qonşular olsun, səni kimi insan adamlar olsun, sizi kimi Əsmər, sən, Əsmər elə bil orada bizə ana olur, sən bizə atalıq eləmişsən. Bunu unutmaq olmaz. Biz qonşu olmamışıq. Biz elə bil ki, 9 ay bir qarında yatmış qardaş olmuşuq. Bəlkə belə deyil. Sağ ol. Bir daha mən səni təbrik eləyirəm. Valla mən o günü bilmədim. Dünən yox, irəli gün Mamit zəng elədi, dedi, gedəcək Ağakərimin yanına, getsən gedək bir. Dedim, yəqin elə belə gedirlər. Amma ondan qabaq Rəşid Qəbələdə sənin sağlığına araq vururdu. Ağakərim qaqa təbrik eləyirəm, Ağakərim qaqa sağ ol, sənin sağlığına. Mən də getdim Xuda Kərimə səs atdım ki,
əyni bilmirəm, papanın telefonu var evdə yox, amma get mənim adımdan o kişini təbrik elə, mənim adımdan o kişinin üzündən öp. Bir daha yenə səni təbrik eləyirəm, Allah sana ömür versin, gün olsun 100 yaşını qeyd eləyək, nəvələrinin də toyun görəsən. Sağ ol, bu qədər. Arif, çox sağ ol, təşəkkür edirəm sənə də. Bax, görürsən, telefondan yox, bunu canlı təbrik eləməyin öz gözəlliyi var. Mən növbəti sözü Qaraqaya icmasının idarə heyətinin üzvü Həsən müəllimə verirəm. Həsən müəllim, buyurun. Hörmətli Qaraqaya icmasının rəyasət heyətinin üzvləri, Qaraqaya sakinləri, burada olanlar, olmayanları hamısını salamlayıram. Yaxşı ki, bu icma yarandı. Düzdür, icma çox qısa vaxtda yaranıb. Ancaq çox böyük işlər görür. Və inanıram ki, necə ki, Məhəmməd müəllim bu işin başında durur, bu daha irəli gedəcək. Eyni zamanda Xudakərim də çox fəal çalışır. Bunların fəal hərəkətləri göz qabağındadır. Biz bunları danmarıq. Bəlkə də Məhəmmədi mən çox yaxşı tanıyırdım. O vaxt biz gələndə yadımdadır. Təzə gəlib köçmüşdük, evə xaladenik yox idi. Məhəmmədə dedim 2 dənə xaladenik gətir, hələ birində qonşuya verdi. Yəni o vaxtdan işgüzar adam olmuşsunuz. Və biz fəxr eləyirik ki, siz elə Qaraqayalısınız. Sağ olun, var olun. Eyni zamanda Xudakərim, sən də sağ ol. Çox fəal çalışırsınız. Arzu eləyirəm ki, indən belə fəal olasınız. Biz də sizinlə fəxr eləyək. O da qaldı. Mən də Ağakərim demişəm, sözün düzü. Gələ də Ağakərim deyirəm. Mən də dayıoğlu deyirəm. Dayıoğlu deyib həmişə. Çox yaxın münasibətimiz olur. Bir qarşılıqlı hörmətimiz olur. Əsl Qaraqayanın ağsaqqalı olubdur. Sayılan seçilən olubdur. Vəzifədə işləyən zaman həm briqadir işləyib, həm ferma müdür işləyibdi, hər adamı əl tutubdu. Bayaq elə birini mən dedim ki, nə edibdi. Bir dəfə Ağakərim cavan oğlandı, mən də onda elə uşaq idim. Bir dənə də yaxşı atı var idi, atla gəldi, atımı verdi ki, apar bunu hörüklə. Mən də atdan qorxu eləyirəm. Yadımda da, alnında da ağ var idi, o ağ. Başqa. Mindim atı getdim hörükləməyə, at nətər şeylətsə məni qaldırdı. Dik düşdüm atın qabağına, yıxılmadım, orada hörüklədim, gəldim. Alan qapır deyir. Mən sana uzun ömür, can sağlığı arzulayıram. Xoş günlər, xoş niyyətlər. Nə arzun var, çatasan. Əsmər xanımla bir yerdə nəvələrinin toyunu görəsən, nəticə görəsən. Nəticənin var inşallah. 8 dənə. Nəticənin də toyunu görəsən, gün o gün olsun. Köçcəni hər adam görmür. Sənə o da qismət olsun. Fəxr eləyirik. Qismət yadıcası da olsun. Allah səni var eləsin. Dərələyizə qayıdaq. 90 illiyini orada qeyd edir. İnşallah. Sözümlə Olan təşəkkür edirəm. Arzularınıza görə, istəklərinizə görə. Allah sizləri var eləsin. Hər birimizi var eləsin. Biz bir yerdə güclüyük. Bir yerdə isə gücümüz var. Bir yerdə isə hər şeyə qadirik. Hər şeyi də bilərik. Amma tək də hələ bir tərəfə çəkilsə, doğrudan biz bir şey eləyə bilmərik. Doğru deyil. Biz bugün bir yerdəyik, gələcək nəsilləri də, uşaqlarımızı da, gələcək o gəncləri də bu işə gərək biz cəlb eləyək ki, onlar da bir-birlərini tanısınlar. Çox sağ olun, bir daha minnətdaram. Mən növbəti sözü bizim polkovnikə vermək istəyirəm. O həm biraz uşaq vaxtından elə Ağakərimdən biraz dostluqlar, yaxınlıqlar, qohumuydular. Qohumuydular deyə də qohumu. O da öz fikirlərini desin. Yəqin ki, onun bilirəm bir xatirələri də var. İnanıram ki, onlardan da danışır. Buyurun. Hörmətli Qaraqaya əhli, həqiqətən bu gün çox gözəl gündür. Gözəl gündən əlavə bir də özəl gündür. Ona görə ki, özəlliyi odur ki, günləri Mamedin dayısı Ağakərimin, qağası Ağakərimin, mənim dostum Ağakərimin ad günüdür. Və eyni zamanda Xudakərimin bugünkü bu evində oturmuşuq birinci dəfədir. Ona görə də
Allah Taala'dan arzu edirəm ki, evinizə həmişə xoş işlərə gələk, necə ki bugünkü gün kimi. Bu deməli Ağakərim haqqında danışmaq həqiqətən də çox xoşdur. Niyə xoşdur? Ona görə ki, mən uşaq vaxtından o kişi ilə dostluq eləmişik. Necə? Qaraqayada məktəb 4 illik idi, sonra ki 5, 6, 7, 8 Gülüzündə oxuyurduq. Səhər oradan çıxıb durub gedəndə avtobus gözləyirdilər. Mən avtobus gözləməzdim. Mən gəlirdim, dururdum maşının yanından, gəlirdim maşını xodlayırdı. Məndən başqa heç kimi qoymurdu. Mindirirdi, maşını apardı Gülüzündə, məktəbin yanında düşürdü, gedirdi. Plus evə gələndə, evimizə gələndə axşam qış vaxtı hamı bir-birinin evində gedir, oturur, gəlir. Bizə gələndə biz elə bilirdik ki, dünyanın ən güclü adamı gəlir. Həqiqətən də elə güclüydü. O kimin qolundan tutsa, o adam ayağa durmurdu. Bu günlərdə onun 86 yaşı var, hələ də cavan görsənir, həddən artıq cavan görsənir. Mən bugünkü yaş günü münasibətilə sizi təbrik edirəm. Sizlə bir yerdə Əsmər xanımı təbrik edirəm. Ona görə ki, Əsmər xanım olmasaydı, siz bugünkü gündə belə gümrah olmazdınız. Onun da ki, bunu hamı bilir, hamımız elə bir yaşdayıq ki, biz bilirik ki, evdə xanımın insana qulluğu nə deməkdir. Allah sizə can sağlığı versin. Allah bundan sonra həmişə evinizə, şən işlərə gələk, nəvələrinizin, nəticələrinizin toyuna gələk. Çox sağ ol, təbrik edirəm. İstəklərinə görə Allah var eləsin. Və mən növbəti sözü bizim əmoğlu, daha doğrusu dayıoğlu. Biz həmişə birimizə dayıoğlu bir bağlı deyirik. Dayıoğlu hidayətə vermək istəyirəm. O da qoy öz arzuların, istəklərini desin. Hidayət həm də Qaraqaya icmasının idarə heyətinin üzvüdür. Buyur dayı. Mən də hamını salamlayıram. Qaraqaya icma üzvlərini, Məhəmməd səni, Xuda Kərim səni, Həsən Kirvəni, Səməddin Bəli, ümumiyyətcə hamını, Talib səni, Rəşid Amil hamınıdır. Ağakərim, təbrik edirəm. Sağ ol. O gün olsun ki, 100 yaşını qeyd eləyəsən, nəvələrinin toyunu görəsən. Əsmə xala, sən də həmçinin qoşa qarıyasınız. Allah sizə qalan ömrü, sağlam ömrü nəsib eləsin inşallah Allahın izni ilə. Mən də o uşaq vaxtları, Ağakərim əmin xətrələri həmişə yadımdadır. Ağakərim əmin vaxtları o 100-lük mismarı heç kimə əyənməzdi. Ağakərim əmin onu əyirdi, zəncirfason salırdı bir-birinə. Böyün kimi yadımdadır. Hə. 100-lük mismarı əyirdi belə. 150 idi, yəni 100 idi, yəni yadımaz 150-lik. Maşallah Ağakərim əmin çox baya boydu. Bir dəfə də o heç vaxt yadımdan çıxmaz. Canlı əmin evin yanından, Ağakərim daim girin. Evi yana Malakovoz qaçdı. Nadir tərpətdi, yoxsa nətə olsa bilmirəm. Nadir yuyurdu, qaçdı. Ağakərim çiğnin verdi ona, Nadirlə bir yerdə sən çiğnin verdi, yoxsa Nadir verdi, Ağakərim verdi deyəsən. Malakovozu çiğnin verdi, ki onu sağlasın, getdi dəydi şeycinin, Quba xalacının tifarına. Böyün kimi yadımdadır. Bir də Ağakərim təbrik edirəm. Çox sağ ol. Allah səni var eləsin, Xuda Kərim sənin evin mübarək olsun, balana toy eləyəsən. Öpürəm hamınızı, bağırma basıram, dəstəkləyirəm. Var ol Ağakərim, bir daha ad gün mübarək olsun. Çox sağ olun, təşəkkür edirəm, minnətdaram, var olasın arzularınıza görə. Mən növbəti sözü Amilə vermək istəyirəm. Allah atana rəhmət eləsin. Atan çox dəyərli bir insanıdır, çox dəyərli bir insanıdır. Mən bugünkü kimi yadımdadır. Ümumiyyətlə kənddə insanların hamısı dəyərli idi, hamısı doğma idi. İnsanlar bir-birindən çox mehribanıdır, hamı mehriban dolanırdı. Amma daha mehriban insanlar da vardı da. O bütün hər yanda olduğu üçün bir ailədə də. Görürsən ailədə uşağın biri dəlisovdur, biri belədir. Yəni bu təbii bir şeydir. Amma Kamil doğrudan sakit və dəyərli bir insanıdır. Allah sana rəhmət eləsin. Amin. Bugün siz də buradasınız. Buyurun, siz də öz ürək sözləriniz Sağ olun, təşəkkür edirəm. Allah Taala sizlərə uzun ömür, can sağlıq qismət eləsin. Allah ömürlərinizə Allah Taala bərəkət versin. Ağakəmqa, sənin ad gününü təbrik edirəm. Allah Taala nə qədər ömür verəcəksə, onu mənalı yaşayasan. Nə bilim, xətrələr çoxdur. Hamı dedi, öz ürək sözünü dedi. Elə həqiqətən də elə mən də elə o qoşulub mən də elə o sözləri deyəcəkdim. Allah sizə uzun ömür, can sağlıq qismət eləsin. Allah Taala ömrünüzə bərəkət versin. Əsmər xanım, sağ da ki uzun ömür, can sağlıq qismət edirəm. Sənin də Allah Taala ömrünüzə bərəkət versin. Nə bilim,
Ki Allah necə istəyirsə qoy ki, o cürdə yaşayasınız. Oldu, sağ olun. Minnətdaram, təşəkkür edirəm. Çox sağ olun, təşəkkür edirəm. Təbii ki, biz hamımız ürək sözlərimizi dedik. Biz bildiyimizi, amma elə Kərim haqqında elə şeylər var ki, onlardan birindən bizim xəbərimiz yoxdur. Bundan xəbəri olan bir nəfər var. Bu Əsmər xanımdır ki, onun yaxşı, pis işlərini o qədər hamısını bilir ki, biz kənardan hər şey görünmür ki, amma bu gün yaxşı olar ki, o şeylərdən bəzilərini danışasınız, deyəsiniz, öz ürək sözlərini deyəsiniz. Kərim necə həyat yoldaşı olub, necə dolanmısınız və bu haqda da indi həyatdır. Bu gün varıq, səhər yoxdur. Bu da bir xatirədir, qalır da. Sabah bu çəkiliş bir lent yazısı olaraq qalacaq gələcək nəsillərə, nəvələriniz, nəticələriniz onu görəcək. Ona görə də yaxşı olar ki, siz daha yaxşı bilirsiniz də. Yox, niyə bilirsiniz? Siz də öz fikirlərinizi təbii Doğru sözü görmeyip. yox, təbii ki Görür. biraz yəni biraz belə demək düzdür, biraz Dəlisov kimi bir adam, yəni biraz çox cəsarətli, çox qüvvəli idi. Bayaq Hidayət dedi, o mismarları bilmən yadıma. Gülü düzünə bir şey gəlmişdi deyəsən, pəhlivan. Orada o mismarı əydi orada. Biz də oturmuşduq, hamı cəmaat baxın. Səhər əlindəki mismar bura gəlir ki, güya ki o böyük bir şey eləyib. Yəni bununla eləyir. Və doğrudan da Kərimin qolunu qatlayan. Onun ən böyük şey o bizdə stolu yeyib. Hələ deyən, onu özü danışacaq inşallah. Yəni bu insanın qolunu qatlayan ikinci bir adam rayonda yoxdur. Təbii ki, yoxdur. Amma girişimdə bir Yox. Qasıməli ilə. Qasıməli alaq. Qasıməli ilə. Güclüydü da məsələ. Yaxşı. Yaxşı. Əsmər xanım, siz də öz ürək sözlərinizi deyin, arzularınızı deyin, bir xatirəniz, yaxşısı pisi sizə çox məziyyət verib, yoxsa siz doğrudan, amma mən hesab edirəm ki, sizi sevərək yanında saxlayıb ki, siz ikiniz də bu neçə illəri, uzun müddəti, 60 ili bir yerdə yaşamaq, 60 ilə heç bir yiğidin ömrü deyil, vallahi bir çox. Çox bir uzun müddəti. Buyurun. Nədən yaxşı şeydir. Mağın özü də onu səmimi qəbul eləmək, onun xasiyyətlərin, xarakterlərin qəbul etmək kimi qiymətləndirilir. Mən bilirəm ki, bu belə də olub. Əgər el olmasaydı, uşaqlarınızı bir yerdə böyütməzdiniz, bir yerdə bu 60 ili yaşamazdınız. Uzun müddətlərini köç neçə yerdən, oradan ora, oradan bura. Görün, nə qədər biz yəni yerlər dəyişmişik. Bunların hamısını keçmişsiniz və sizə də, bayaq dediyim gibi, sizə də halal olsun. Halal olsun. Hər qadının da işi deyil ki, bu qədər əziyyətlərin qarşısında bugün 86 yaşlı kişisinin yanında dik durmaq, başı yuxarı durmaq hər qadının da işi deyil. Buna görə də sizə təşəkkür edirəm. Çox sağ olun ki, belə İkiniz bir yerdə böyük, layiqli övladlar böyütmüşsünüz, cəmiyyətimizə, xalqımıza, vətənimizə bəxş eləmişsiniz. Buna görə sizə bir daha təşəkkür edirəm, minnətdarlıq edirəm. Biz həm də bugün idarə heyətinin qərarı ilə bizim kəndimizin ağsaqqalı, 86 yaşlı deməli Ağakərim Əlquloğlu'na, Əhmədova bir hədiyyələrimiz var, bir təbrik məktubumuz var, bir hədiyyəmiz var. Mən istəyirəm ki, təbrik məktubunu oxuyaq, sonra da hədiyyəsini təqdim edəyək. Qaraqay kənd icmasının idarə heyətinin qərarı ilə deməli, Ağakərim Əlquloğlu Əhmədovun 86 illiyi münasibəti ilə ona bir təbrik məktubu ünvanlanmışıq. Təbrik məktubunu oxumaq üçün sözü Rəşid Nəcəfov verdim. Buyur. Təbrik məktubu. Dərləz mahalı Keşkənd rayonu Qaraqaya kəndi. Hörmətli Ağakərim Əlquloğlu Əhmədov. Sizi 86 illik yubileyiniz münasibəti ilə Qaraqaya kənd icmasının adından ürəkdən təbrik edir. Sizə möhkəm can sağlığı, uzun ömür, ailə saadəti və firavan həyat arzulayırıq. Siz ömrünüz boyu yüksək mənəvi keyfiyyətləriniz, zəhmətkeşliyiniz, xeyirxahlığınız və doğma el-obaya sədaqətinizlə Qaraqaya kəndinin hörmətli ağsaqqallarından biri olmuşsunuz. Keçdiyiniz şərəfli ömür yolu
qazandığınız nüfuz və insanlara olan səmimi münasibətləriniz hər zaman böyük ehtimalla xatırlanır. Doğma Dərə Ləz mahalına və Qaraqaya kəndinə olan bağlılığınız, milli mənəvi dəyərlərin yaşadılmasına verdiyiniz töhfələr və gənc nəslə örnək olan həyat yolunuz yüksək qiymətləndirilir. Bu əlamətlər yubiley münasibətilə sizə möhkəm can sağlığı, ailənizlə birlikdə xoşbəxt və firavan ömür arzulu, ömür övladlarınız və nəvələrinizin uğurlarını görməyi arzulayırıq. Uca Allah sizə sağlam, mənalı və bərəkətli ömür nəsib etsin. 86 illik yubileyiniz mübarək olsun. Hörmətlə Məhəmməd Rəsuloğlu, texniki elmlər üzrə fəlsəfə doktoru, Qaraqaya kənd icmasının idarə heyətinin sədri, Alov İnşaat MMC-nin direktoru. İmzası, peçatı. Buyurun. Bir ayağa dura bilərsən. Yeah. Gördüyünüz kimi bu təbrik məktubunda başında da Qaraqaya kəndi təsvir eləmişik ki, həm kənd, həm də olsun. Biz sizə təbrik edirəm, uğurlar diləyirəm. İnşallah bu sizin şəkil kimi görürük. Oldu, sağ ol. Xalça üzərində toxunmuş bir portretdir. Bu portret də qoy həmişə sizin divarınızdan asılı qalsın. Siz necə ki varsınız, baxın, sonra da gələcək nəsillər, uşaqlarınız, övladlarınız bunu görsünlər və düşünsünlər ki, bu bizim babamız, belə cəngavər bir babamız oldu. Bu sizə bizim hədiyyəm Qaraqaya icmasının hədiyyəsidir. Xahiş edirəm, bu hədiyyəni bizdən qəbul edin. Çox sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Təbrik edirik. Sağ olun. 100 yaş. Mən sonda sözü bizim yubileyarımıza, Xaçərmə vermək istəyirəm. O da öz ömür yolu haqqında, keçdiyi bir ömür, keçdiyi dövr, gəzdiyi yerlər, doğulduğu vətən haqqında, yer haqqında, öz həyat fəaliyyəti, övladları haqqında nə istəsə öz ürək sözlərini desin və biz də onun ürək sözlərini eşidək. Buyurun. Oldu, sağ ol. Sənin Otur danış. Məhəmməd babanın xanım nənəmin bir kublesi şeirini deyəcək. Derdi, yaxşı olar qohum qardaş, el başına dönüm sənin. Harda gördün elə yavlar, dil başına dönüm sənin. İndi xoş gəlmişsiniz hamınız. Hamınız mənim özüm üçsünüz. Vətən deyirsiniz. Rəhmətli Daşqı Məzahir bir sənə deyir. Deyir, bir tülək tərlanmışdı əlimdən. Axtarıram onu görən olaydı. Nabələnd ovsuyam naşı səyrada. Tutup şikarımı verən olaydı. Soluq güllərim, əlvan darayım, qohumdan, qardaşdan yox tarayım. Binadan söküldü ömür sarayım, uçan tağlarım hörən olaydı. Daşqın da haraylar bahar yazını, quşlar da çağırar vəfədarını. Ömür kərvanımı, qəm qatarımı qaytarıb vətənə sürən olaydı. Sağ olun, minnətdaram, hoş gəlmişsiniz. Üçdən də şeylərindən deyil, nə deşə şeyləri var. Avqustun bugün kimi yadımdadır. 19'udur, otub çıxtarmışıq. Oturmuşam kəndisində gözləyirik, otu bölələ gedək. Səhər-səhərdir. Bir də bax, Sultanla aşağıdan 2 nəfər gəlir, baya-boy oğlanlardır. Tanımıram. Mən də 30 hektar yer pişmişəm. Bir dərdim üstü daha. Gördüm Sultan deyir, o oturandı. O baya-boyun biri qayıtdı ki, budur. Dedi, hə. Çatları salam. Sultan dedi, Kərim, bunların səndən işi var. Və xeyr ola, tanımıram bax. Biri kimdir? Məmişovun oğlu Cəfər. Baya-boy oğlandır. Biri də Ləzimin qardaşı oğlu bir sarı gədəydi. Ləzimin qardaşı. Hə. Kısa baya-boy. Dedik də, axşam qarşıqda qol əydik. Hamının qolu nəydi? İsa Kərəmoğlu dedi ki, hünəriniz var, gedin Qaraqaya. Orada da Kərim qolu nə? Dedim, gəlin. Keçdim Yahya tərəfə, canda. Bax, burada eylən çörək. Dedim, ikiniz də qolu yoxsa bir qol. Yox, dedim ya.
Məndə o yoxdur da dayana biraz. Taraf qaytar, hə bə. Orada hamın qolu nəydi? Dedim sizi bura göndərəm, belə göndərməyib ki. Belə niyə göndərim? Belə göndərib də vardı. Toba. And olsun biz yaradana o Sibir vayeni, o da Ermənistan. Qarlem məni rayona da aparıb qoyurlar. Da Kınarikin oğlu. Sizin dostunuz. Hə. Qolum əyilmədi. Axırda niyə tərcüm verdim? Rəhmətli Rəsul qaqam, əmim. Topaldan xəbər al deyəcək. Əli bir də Kamil. 4 qolunu bir qoydu, təzəylidi. 4-ünü də qolunu qatladı. Buramdan arqa mənə gəldi, ondan da tərcüm verdim. Amma indi Amir deyir ki, mən Akərim qaqamın qolunu əvvəl. Bir də o stolu kişinizlə necə götürdünüz? Bir dəqiqə deyəm. Stolu necə götürdünüz? And olsun Allah, bax, Kuduşun başçı. Dişimə şey qayranda, protez. Gədəbəylidir, çıxayıram. Dedi neçə əldə çıxayıram, benim ökəm səni görməmişəm. Dedim sən biləsən, o sənə neydi? Buralardı, fırmı oldu. Ha, o necə oldu, onu bir danışın. Tuk oldu. Yox, o necə oldu, harda oldu, necə oldu? Zaten kədiflən gidir, əsqəqəm qoydu. Yox, o nədir də, bir onun ətraflı danışın, bir dalsın gəldi. Sağdan oğlunun toyuydu. Getmişik toya. Ve bir de vaxtını götürür, bir stol koydular. Araq koydular, üstəşən koydular. Ve tat zad da buradadır. Maşallah. Maşallah, dostluduq. Ha. Baxdım, biraz qağım rəhmətlik gülür. Bana baxıb gülür. Bildim ağa qoyurlar da. Gülmür bu buradan qoldum. Bir kuru kərrəndim. Bir küncündən. Bu küncündən. El vurmuram, hala belə. Maşallah gəldi, aldı, qoydu yeri, otduq, vurduk, bir şey tuttuk. Yəni. Elə. Şimdi sən elə gücdə olmuşsan və bizim çənəmiz niyə belə zəif? Orada da nəsə şübhəlimə olmaz. Xəbər al. İcazə versəniz, Qaraqaya haqqında yazdığım bir şeir var. O şeiri sizlərə oxuyum. Mənə elə gəlir ki, bu hamımızın ürəyincə olacaqdır. Ora mənim kəndim Qaraqayadır. Sözüm bulaqlara axan çayadır. Hər tərəf dağlardır, uca qayadır. Mənə o ellərdən bir salam gətir. Söylə yerindəmi həz oxuyalımız? Nərgiz bənövşədən çəmən xalımız, gedə bilməsək də bizim hamımız. Sən oradan bizlərə bir salam gətir. Dımbılı yurt, zilan yurt, elat yeridir. Qatar qayasında qarlar əridi, ağ yarğan dünyanın cənnət yeridir. Mənə o cənnətdən bir salam gətir. Keçi kahasında gözüm qalıbdır. Civirlidə bənövşələr solubdur. Şişqaya məğrurdur, məğrur qalıbdır. Mənə o elilərdən bir salam gətir. Məhəmmədəm, dərələz elimdir. Qaraqaya əyilməyəm belimdir. Çəmənimdir, çiçəyimdir, gülümdür. Mənə o ellərdən bir salam gətir. Bax, Qaraqaya haqqında yazdığım bir şey var. Deməli, əziz dostum, göründüyünüz kimi 86 yaşlı Kərimin Qağanın bugün yaş günündə ailəsi tərəfindən hazırlanmış tort təqdim olunur və bu tortla da biz onun ad gününü bir daha təbrik edirik. Uzun ömür, can sağlığı arzuluyuruq. Allah olsun. Görün üfürsən. O bilsin də. Ay maşallah. Təbrik edirik. Təbrik edirik. Yazan baban tanı olmuşsun falan. Üfürdün ki sen de 86 yaşındasın. Təbrik edirəm dədə. Yazanın Çox sağ ol. Allah can sağ ol. Hə, dədə, deməli 86 yaşın mübarək olsun, təbrik edirəm səni. Allah Taala səni mamama, mamam da sənə çox görməsin. Allah sənin nəvələrinlə, balalarla bir yerdə 100 yaşa, 150 yaşa. Var olasan dədə. Amin. Çox sağ ol. Mama, dədəm haqqında nə deyə bilərsən? Bir qəşəng söz de. Ya hiç olmazsa təbrik edirəm. Ad günü mübarək olsun. Ona deyirəm, Allah canını sağ eləsin, ömrünü uzun eləsin. Ta işte deyirəm. Allah sənin Günel sən danışıyor, baba haqqında nə deyə bilirsən? Heç ad günü təbrik edirəm. Bu yaşımıza qədər yanımızda olub. Allah bizim xoş günlərimizi görməyi də nəsib eləyər inşallah. Mən təbrik edirəm. Bu da görə indi gəlin nə deyir? Təbrik edirəm, Allah Taala can sağlığı uzun ömür versin.
Sağ ol. O kaçtı? Milyon da. Neçə başladı? Başı çıxmalı deyil. Bizi burada Həsrət TV çəkir. Çox sağ olsun. Təşəkkür edirəm Ceyhun müəllimə. Onun da əməyi bizim bu işlərdə böyükdür. Həm istər müsahibələrin aparılmasında, istər belə görüşlərin çəkilməsində həmişə iştirak eləyir və onun zəhməti bizim üçün çox əzizdir, çox doğmadır. Ceyhun müəllim əslən Dərələzlidir, Paşalı rayonundandır, amma bizim əzizimizdir, dostumuzdur, yaxınımızdır. Ceyhun müəllim sizə təşəkkür edirəm, minnətdaram, var edirəm və bir daha bizim Qaraqaya kənd adından, icmamız adından sizi təbrik edirik. Sizə uzun ömür, can sağlığı arzulayırıq. Həmişə bir yerdə olun. Bundan qalan ömrünüzü verən Allahdır, nə varsa bir yerdə keçirdin. Həmişə belə başda oturun. Biz də sizlərə baxaq, fəxr edək. Sizlərə baxaq, götürək ki, məhz belə olmaq lazımdır. Bir daha sizə təbrik edirik. Var olasınız. Gün olsun ki, gələcək ad günlərimizi, indi mən demirəm ki, 90'ın 100'ü nəyi olarsa, doğma Dərələzimizdə, doğma kəndimizdə, Şəmlin bulağının üstündə, Əl bulağının başında, Almırat bulağında, Kesik arasında, o dağlarda, o gözəl bulaqların başında, o yurt yerlərimizdə, o ot pisliyimiz, o piçənəklərdə, o balıq tutduğumuz o çaylarda, o Qaraqaya çalında, bax oralarda keçirdək inşallah. Bir daha təşəkkür edirəm, var olun, ad gününüz mübarək olsun. Müəllim, bu işin demək, səbəbkarı Rəşiddir, bu işi qaynadan Rəşid oldu. Siz də sağ olun ki, ona dərhal reaksiya verdiniz, bu işi təşkil elədiniz. Qaraqaya icmasının idarə heyəti kimi, idarə heyətinin sədri kimi sizə öz minnətdarlığımı bildirirəm. Qaraqaya idarə heyətinin üzvləri də sizə dəstək olar, onlara da öz minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, bizim bu işimiz davamlı olsun. Növbəti ağsaqqallarımız var, növbəti ağrıçəklərimiz var. Yəni, bacaraq, təşkil eləyək, çalışaq ki, onlarla da gedək belə bu cür görüşləri keçirək, onlarla da maraqlanaq, onların da könlünü sevindirək. Atam yaşlı olanlar bu dəqiqə hər zaman gözləri yoldadır. Hər zaman istəyirlər ki, qohumdan, əqrabadan, yaxından onları gəlsinlər, ziyarət eləsinlər, onlara bir salam versinlər, onlar haqqında maraqlansınlar. Hər bir insan üçün xoşdur, bu yaşlı olanlar üçün də daha da xoşdur. Arzu edirəm ki, bunu biz davamlı edək, növbəti ağsaqqallarımız, ağsaqqallarımız var, onlarla da bu işləri həyata keçirə bilək. Gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm, minnətdaram, var olasınız.